Salam Tofiq bəy. Bir mevzuyla bağlı seninle danışmak istəyirdim. Nə mövzu? Buyur. Leyla. Leyla? Ha. Həciyəli evde bir şey demeyi. Nə atan boş yerə iş görən adamdır, nə Leyla sənin fikirləşdiyin o ifritədir. Yaxşı əzizim, sən düz deyirsən. Bir şey deyil ki, bu xətt bu da nişan görəcək. Sən bir şey bilirsən. Yox. Bilmirsən ya demək istəmirsən. Niyə məndən soruşursan? Hər nə bilmək istəyirsən gedərcinin özündən soruş. Hesab kitaplar birbirine uygun gelmir. Ambardan çıxarılan mallar var ki bunlar heç yerdə qeyd edilmir. Yəqin Hamid səhv eləyib burada. Yox, mən də araşdırdım. Ambarın əskiyi var. O da o vaxtdır ki Möhsün oranı... Yəqin işin bir yerində səhv olub. Boş ver əşi, oğurluq nədir? Mən hər nə o zavuddan götürsəm öz haqqımdır. Öz haqqım, arvadımın haqqı, uşağımın haqqı. Bu məsələ burada həmişəlik ikimizin arasında qalır Leyla. Həciyəliyə göz qulaq ol. Xarici tərəfdaşdan bir şeyler qulağına çatar. Səsi ki çıxdı, deyərəm neylə. Hele bu günlerde deyərəm gedin sorağına. Hele bu işi görürəm. Özün bilirsən ki gərən eləyəsən. Bunlar pis değil. Ancak Həciyəlinin var dövlətinin yanında çox da göze görünmüş. Sənin bunlarla işin olmasın. Ancaq de varsan ya yox. Mənə nə çatacaq? Elə istədiyin. Mən ancaq Leylanı istəyirəm. Qalanları mənim üçün heç mühim deyil. Bəs ona çatacaqsan. Bu yolla. Sən öz yolunu getdin. Axırı nə oldu gördük. Bundan sonra mən dediyim eləyəcəyik. Həcəli elə adam deyil ki, belə asanlığa yıxılsın. Hər kəsin bir həddi var. Həddindən keçdi yıxılar. Sən ki Hacı Əlinin həddini bilmirsən nə qədərdir. Bilirəm.
biri Leyladır. Həmin sən istədiyin. Bağışlayın cənab. Bəli. Zavodun ofisi hardadır? O koridordan o pilləkənlərdən yuxarı çıxın. Çox sağ olun. Cənab bağışlayın, dəzgahların birində problem çıxıb. Yaxşı, get gəlirəm. O xanım nə deyirdi? Zabudun ofisini soruşurdu. Möhsinədir sənin Leyla elçi durmaq məsələni zavodda yaysın. Belə ki, mənim zərərimədir. Sən Hacıyalı ilə bir yerdə olmamısan, yoxsa bilərdin ki, Bir o... yerdə olmamışam, amma səndən daha yaxşı tanıyıram. Möhsinədir, elə bugün. Bir də yaxşı olar biləsən ki, biz bir yerdəyik. Niyə? Hər necə olsa o Hacəlinin kürəkənidir, bir ailədəndirlər. Müğayət ol, bunlar çox da etibar eləməli deyirlər. Sənin Hacıyalı ilə nə davan var? Mütləq gərək düşmənliyin davan olmasın ki, ondan acığın gəlsin. Bəzi vaxtlar insanların həyatında elə adamlar olur ki, danışmaqları, yol getməkləri, gülməkləri, hətta nəfəs almaqları səndə nifrət yaranmasına səbəb olur. Yaxşı, bu proqram ki, olduqca mükəmməl yazılıb. Ona görə ki, Hamid onu yazıb. Hə, Bəzi şeylərini dəyişdirməyini istəyirəm. Yəni ki, ona bəzi yeni imkanlar əlavə eləyəsən. Məsələn, hər kəs öz hesabını ayrıca idarə eləyə bilsin. oldu bu ki, çox yaxşıdır. Əla olar. Hə, ancaq işi var. Sən ona bir bax, mən istehsal xəttinə gedim qayıdaram. Xəttə? Zavoda. Leyla. Sən bilirsən nə iş görmək istəyirsən? Düzü yox. Ancaq elə bilirəm Hamid bilirdi. Biz bəyəm bu dəzgahları təzə yoxlamamışdıq. Bəyəm təzə təmir eləməmişdik. Bəyəm neçə vaxt bundan qabaq nə qədər pul xərcləməmişdik. Vallah başlarının üstündəydi. Başlarının üstündə değildi nəzdir. Mən 100 dəfə görmüşəm başın telefona qarışıb. Telefonla yox Möhsün bəy, uşağım xəstədir, bir dəqiqə istərəm halını xəstədir. soruşum. O biri gəlir anam xəstədir. O biri gəlir anam xəstədir. Mən bəyəm sizin xəstələrinizdə Saminə. Kişi işin saati var, işini gör, sonra gid evinə hər nə istəyirsən elə. Cəbil işmiş ya. İndi bir şey olub bəyəm Möhsün bəy. Bir şey olub. Şu bütün var yoxunu satsan bunun bir silindir qutusunu ala bilməzsən. Sonra dayanıb deyirsən bir şey olub. Vurub dəzgahın silindirini dağıtmısınız. İşləyə bilmirsiniz, xoş getdiniz. Mən sizin üçün dəvətnamə göndərmişəm Allah'a bəyə. and olsun mənim günahım Bəs kimin deyil. günahıdır? Bir şey olub. Yox, bir şey olmayıb. Sən get yuxarı. Sən niyə işləmirsən? Dəzgah niyə sönükdür? Təmir istəyir xanım. Dəzgahın hissələrindən biri sınıb. Bu düzələnəcən get o biri dəzgaha. Axı Möhsün bəy, Eşitmədim bəyəm nə dedim. Qayıd işinə. oldu xanım, çox sağ olun. Leyla xanım. Yaxşı olmaz ki, sənə dəxli olmayan işə qarışmayasan. Mən işimi görürəm. Sənin bu aşağıda heç işin yoxdur.
Axı nə mənası var ki, bu qədər göz qabağında olasan? Bu qədər namərəm kişinin arasında. Sizə dəxli olduğuna heç fikirləşmirəm. Çox da mənə dəxli var. Bura kişi mühitidir. Heç də qadın yeri deyil. Niyə hey yad namərəm kişinin gözünün qabağına gəlirsən? O da bir qadın ki... O da bir nə? Dul qadın. Utanma de. La ilahe illallah. Hələ hər nə. Mən səndən xahiş eləyirəm, qayıt get yuxarı. Əgər qadın olmasaydım, əgər bir kişi olsaydım ki, arvadım ölmüşdü, yenə də mənimlə belə danışardım. İndi hələlik sən qadınsan, indi də burada dayanmısan. Mən də sənə öz başına olmağa icazə vermirəm. Səndən xahiş eləyirəm, lütfən qayıt, get yuxarı. Hələ o qədər əldən ayaqdan düşməmişəm ki, başıma böyük istəyəm. Hacı ağa, mən ancaq istəyirdim... Nə istəyirdin? Böyüklük eləyəsən, ya tənə vurasan səhs eləyəsən? Yox, niyyətim heç o deyildi. Siz özünüz deyin Hacı ağa. Mənim sözüm səhvdir. Düz söz ağızdan düz çıxanda ürəyə yatır. Əgər bu qız hörmətini saxladı, sənə bir söz demədi, böyüklüyündəndir. Adamın həyası olmaq yaxşıdır. Sağ olun, əlləriniz ağrımasın Hacı ağa. Daha biz həyasız da olduq. Siz ki bilmirsiniz axı bu fəhlələrin hər biri... Bu fəhlələrin hər birini mən özüm böyütmüşəm. Heç birindən bir paç olmayan göz görməmişəm. Sənin sözündür. Təzə bir şeyi də aydınlaşdırır. Əgər Leyla indi buradadırsa, ona görədir ki, Hamidin varısıdır. Burada da qalacaq, çünki öz yersidir. Əgər sən nə görə bilmirsən, dözə bilmirsən, gedə bilərsən. Gedən bara. Gedim ambara. Bəli. Hacı ağa. Dediyim kimi. Gedirsən ambara. Daha burada qalmağını istəmirəm. Hacı ağa, əgər ambara gedəcəyimsə olmamağımı tərcih edin. Necə istəyirsən? Elə bu? Elə bu. Problemin nədir Fərşad? Qadın qəribə cinsidir. Gözünü ki yumdu, ürəyi daha çox geniş olar. Ürəyini ki qırdım, gözlərinin yaşı var. Elə bil yaranıb ki, hər nə kişi varsa utandırsın onu. Əgər Hamid olsaydı, heç kəs mənimlə belə danışmağa və nəsələri düzüb qoşmağa cürət eləməzdi. Mənə desinlər gərək burada olmayım. Gərək evin küncündə gizlənim. Ancaq buna görə ki, qadınam. O da bir qadın ki... Qadın olmaq çox yaxşıdır. İstər hədsiz yorğunluqdan üzü totqunlaşanda, istər bütün yorğunluqdan sonra güzgünün qabağında oturub üz gözünə əl gəzdirir. Ya onda ki başına qışqırır və sən ancaq ona baxırsan. Ya o vaxt ki uşaq canını boğazına yığıb, əlini alnına çəkib, ancaq üzünə gülümsəyir. Qadın olmaq çox yaxşıdır.
Hətta zamanənin namərdlərindən və vicdansızlarından çəkdiklərinin yorğunluğundan sonra belə bir ana olduğunu unutmur. Qadın olmaq çox yaxşıdır. O qədər yaxşı ki, haqqı ancaq və ancaq xoşbəxt olmaqdır. Və sən savaşırsan bütün dünyayla, özünlə, ailənlə, etibarın və ləyaqətinə görə. Ancaq biləndə ki, xoşbəxt eləmisən, döyüş uduzmamısan, utmusan. Çünki daha borclu değilsən. Ən azından özünə borclu değilsən. Siz heç kəsə borclu deyilsiniz. Mənə qarşı da heç bir məsuliyyətiniz yoxdur. Hər kəs öz gülü üçün məsuliyyət daşıyır. Sən də bu evin gülüsən. Bəs qoyun rahat olum. Xoşbəxtliyimi axtarmayın. Sizin xoşbəxtlik dediyiniz şey mənim üçün əzabdır. Cəhənnəmdir. Heç kəs cəhənnəmdə xoşbəxt olmaz hacı. Bu qədər mənimlə Hamidi incitməyin. Mən ki heç olmasa qoyun Hamid sakit olsun. Möhsün, ne oldu birden? Ha? Heç nə Əkbər əmi. Ömür boyu fəhləlikdən sonra hacı haqqımı qoydu ovcuma. İşdən çıxartdı. Çıkarttı neye göre? Hə, ona görə ki, abırımı saxlamaq istədim. Əşi düz əməlli danış görüm ne olur? Əşi fəhlə ağzı başından böyük söz danışır. Ağzına gələni və cəfəng deyir. Necə yani? Yəni ki, Leyla ilə Tofiq haqqında danışır. Deyir, Hacı Leylanı Tofiqə söz verib. Yaxşı, mən əlimlə birdən ağzından Bu vurmamalıyım. ne sözlerdir? Niye burada dayanmışsınız? Gedin işinizin başına da. Elə bu da. Dedim abırları getməsin, bundan çox zibili çıxmasın. Bir bəhanə ilə olanı göndərim getsin. El onda hər şeydən xəbərsiz Hacı mənə deyir, sən ged işinin dalınca. Əşi hırslıymış bir şey deyip de. Boş ver əşi, sən Allah Əkbər əmi. Burada hər kəsin özü üçün yeri mövqeyyəti var. Mən yazdıqdan sonra. Heç bura mənim yerim deyil. Yine de dayanmışsınız ki çıkın gidin. Aslında bugün iş günü değil. Deyirəm gedin de. Sənə dedim belə olmaz. Zavudda bir adamımız vardı, o da çıxarıldı. Daha yaxşı oldu. Kimin üçün daha yaxşı oldu? Sizin üçün ya mənim üçün? Mən ona dedim gəlsin. Şərifə, Bəli. bugün Məhtəb gəlmədi. Yox, özüm dedim gəlməsin. Dedim qalsın evində bir ev işiyinə baxsın. Hələ Möhsün böylü eləyib heç nə demir, belə olmaz ki. Bugün işdən çıxartdım. Sən nə eləmsən? Möhsünü işdən çıxartdım. Mən sən istədiyin iş eləmişəm. Mən səndən bu iş istədim. Mən dedim Leylanın şərrini başımdan aç, nə ki mən işimlə gücümlə eləyəsən. Əgər mənimlə olsan haqqına çatarsan. Axı necə? Tələsmə.
Axı bədbəxtlik budur ki, bu şəraitdə görə bilməyəcəyim yeganə iş səbirli olmaqdır. Belə fikirləşmə ki, Hacının malının yarısı sənə çatacaq. Hacəlinin malının yarısı? Nə eləmək istəyirsən? Öldürmək istəyirsən? Axmaq olma. Dediyim iş eləsən kifayətdir. Qadınlar hər şeyi bilmək istəyirlər, xüsusilə ürəyin demək istəmədiyin şeyləri. Yaxşı olar arvadınla danışasan. Tofiqdən müğayət ol. O Leylanı istəyir. Deyirəm indi fikirləşəndə. Görürəm indi belə yaxşı oldu. Sıçan pişik oyunundan heç xoşum gəlmir. Əminsən ki, yuxarı çıxmırsan? Yoxsa gəl gedək bayırda bir gəzək. Gedək. Salam. Möhsün. Möhsün. Salam. Salam. Gecikəcəksən ha? Gecikəcəyəm. Hara getməliyəm? İşin yoxdur bəyəm? İş? Hansı iş? İşdən bir şey qalmayıb. Necə yəni? Dünən atam məni işdən çıxartdı. Elə dünən. Nə üçün? Leyla'ya görə. Leyla və Tofiq. Tofiq? Məhtəbcan, gəl içəri əzizim. Məhtəbdir? Hə. Ali, çox əsəbidir. Məhtəb, atan hər şeyi mənə dedi. Məsələ heç də sən dediyin kimi deyil. Bəs necə olub? Axı bu Tofiq məsələsi nədir? Nə istəyir bu evdən? Tofiqin bizim söhbətimizdə nə dəxli var? Budur da. Atam hamıya nəsihət eləyir. Onda özü məsələnin nə olduğunu bilmədən Möhsünü o qədər adamın yanında bir qəpiklik eləyib. Bağışla, bu nə danışmaq tərzidir? Neyləyim ana, lal olum. Bilirsən Möhsün nə eşidib? Fəhlələr deyiblər Leyla Tofiqin arvadı olmaq istəyir. Deyiblər Leylanı Tofiqlə görüblər. Aptekdə, maşında, o tərəfdə, bu tərəfdə. Qurtar Məhtəb. Mən başlamışam bayam ki, qurtarım atacan. Möhsünün yanında xəcalətdən yerə girdin. Leylanın və sənin abrına görə o alçağın qabağında dayanıb ki, sən eşitməyəsən, sənin üzünə çəkməsin. Sən də o cür abrını bükmüsən ətəyinə. Möhsün deyən kimi də deyil qızım. Möhsün yalan deyir, sən düz deyirsən. Leyla düz deyir. O gün aptekə gedəndə niyə o qədər geç qayıtdı? O axşam məsciddə də Tofiq sənə nə dedi ki, sən o qədər əsəbləşdin? Sənə nə dəxli var? Sən nə vaxtdan atanı sorğu-sual eləyirsən? Bəs məlumdur ki, sən də bir şey bilmirsən ana. Qoy sənə nə xəbər olduğunu mən deyim. Dünən Möhsünü zavoddan qovanda Möhsün o qədər narahatmış ki, Tofiqin yanına gedir. Bilirsiniz Tofiq ona nə deyib? Deyib, hə, mən Leylanı istəyirəm, Hacəli də bilir ki, istəyirəm. Tofiq qələt eləyib səninlə. Başından böyük qələt eləyib, atan da cavabını verib. O da quyruğunu belinə qoyub cəhənnəm olub gedib. Hələ nahaq ya yerində. Niyə Möhsün yalan deməlidir? Qız ailənin abrını aparıb. Mirasını ki alıb. İndi az qalıb hamı desinlər, onunla görüblər, orada görüblər, burada görüblər. Məhtəb utan ağzının sözünü bil. Mən utanmalıyam ya atam. Atam ki... Mən hələ ölməmişəm. Mən hələ ölməmişəm ki, cürət eləyib atanla belə danışasan. Axırıncı dəf olsun. Gedəyi və
Nə olub? Ailəni vurmusan bir-birinə. Xəcalət eləmisən bizi. Deyirsən nə olub? Leyla, hər nə istəyirsən elə, ancaq bu evdə qalma. Bir yerə get ki, Hamidin Hacəli Tehranının adı olmasın. Niyə bizim günümüz belə oldu, Əli? Nə uşaqlarımız üzümüzə ağ olmuşdu, nə biz uşaqlarımıza əl qaldırmışdıq. Bu nə bəladır başımıza gəlir. İşimizin harası əyridir. Bu nə yaradır ki, evimizə düşüb. Yara eğer yüreğine düşmüş olsa, ne yaranı kopardabilirsen, ne yüreğini bayra taraf atabilirsen. Hər nə varsa, özündən eşitmək istəyirəm. Mən də bilmək istəyirəm. Bəzi vaxtlar bilməmək bilməkdən yaxşıdır. Şərifə, əzizim, Bir şey olub. Dünən Məhtab. Biraz atandan inciklidir. Məhtabın yanına gedirəm. Leyla o gün aptekə gedəndə yolda bir şey olub. Necə? Mən qayıdınca evdə qal. Canım əzizim. Salam xanım Kərimi. Bugün müəssisəyə gəlirsiniz? Yox, bugün işim çoxdur. Bir kişi gəlib sizinlə işi var. Kimdir? Adını demədi. Gözləyir. Deyir vacib işim var. Axı mən... Yaxşı, baş çəkərəm. İndi gəlirəm. Salam xanım. Salam. Hardadır? Otağınızda oturub. Çoxdandır sizi gözləyirəm. Biz danışmalıyıq.
Nedir ay bala, nedir azizim? Yorulmuşsan. Ha? Gel git ananın yanına oğlum. Anaya gel. Əzizim, al bunu. Neçə vaxtdır hamımız yorulmuşuq. Ben adam yorulur da. Əsas odur ki, yorgunluq qalmasın. Deyirəm, necədir çamadanını yığasan, Şərifə ki gəldi, gedək məşədə ziyarətə. Niyə heç kim nə olduğunu mənə demir? Ancaq hər şeydən uzaq olmağımızı istəyirəm, elə bu. Sonra da elə oradan gedər şimala. Siz orada qoyaram, bir neçə vaxt orada qalarsınız. Sonra da özüm gəlirəm dalızca. Ata, biz nədən qaçırıq? Neden kızım? Günlük hayattan. Belki biraz havamız değişsin. Axırıncı gündə ata anama Hamidə bu sözləri dedi sağ. Gedən vaxt. Sen hele çamadanını yığıştır. Ruhiyemiz değişecek de. Bütün deyilənlər şayədir. Şayə deyil xanım. Tofiq özü mənim yanıma gəldi. Qəribədir, mən heç bilmirdim ki, sizin xəbəriniz yoxdur. Yəni bu müddətdə Hacı sizə heç nə deməyib. Əlbəttə Hacı Əlinin fikridir, mənim yox. O qərar alıb ki, Leylanı ərə versin. İndi də Tofiq qabağa gəlib. Siz əslində bura niyə gəlmisiniz? Ona görə ki, elə bilirdim siz də Hacı Əli kimi xəbərdarsınız. Sizinlə onun arasında da gizli şeylər olduğunu bilmirdim. Yəqin deməyi məsləhət bilməyib. Hər halda Tofiq Leylaya elçiliyə gəlib yanıma. Mən Leylanın böyük əmsiyəm. İndi də mənim cavabımı gözləyir. Sizin və ailənizin hörmətini saxlamaq üçün ona cavab verməmişəm ki, sizinlə məsləhətləşəm. Sizin üçün çətin olduğunu bilirəm. Həmişə sahib olmaq və əldən vermək adamları əvvəldən heç olmamaqdan da çox narahat edir. Xanım, yaxşısınız Şərifə xanım, sizinləyim. Bağışlayın, mən getməliyəm. Ne olub Şərifə? Əli, mən indiyəcən uşaqlarıma əl qaldırmamışdım. Bilirsən niyə? Çünki sən işimiz o yerə gəlib çatmağa qoymamışdın. Uşaqlarımız indiyə qədər üzümüzə ağ olmamışdılar. Çünki sən bir iş görməmişdin ki, onlar bizə bir hörmətli eləsinlər. Ancaq indi necə? Gör yaşayışım hara gəlib çıxıb. Mən ki, həmişə düz sözü səndən eşidirdim. İndi gərək yadlardan eşidəm. Gərək deyəm, yox, mənim ərim heç belə olmaz. Amma sonra başa düşürəm ki, onların hamısı düz deyir. Ancaq mənim ərimdən sonra. Düzü nədir Şərifə? Niyə Tofiqu qələt eləyəndə mənə demədin? Niyə mən Məhtabın üstünə əl qaldıran vaxt demədin ki, mənim qızım düz deyil? Şərifə, Leyla... Əli, bəsdir də. Leyla, Leyla, Leyla. Həyatımız ancaq Leyladır bəyəm. Yaxşı, sakit ol, danışaq. Əli, indiki abrumuz hər yerdə gedib.
Ürəyin rahat oldu. Sakit oldun. Bir ailəni vurmusan bir-birinə. İndi yaxşısan. Məhtabla Möhsünü bir-birinin canına salmısan. Ata ilə qızın üzünü bir-birinə açmısan. Əlinin hörmətini itirmisən. Qonşularla ömür boyu pərdə saxlayandan sonra səsimizi eşitdilər. İndi yaxşısan, sakitsən. Nə olub bəyəm ana? Mənə ana demə. Mənə ana demə. Bütün bu bəyabırçılıqlar sənin başının altından çıxır. Neçə dəfə sənə dedim Leyla eləmə, bəsdir. Bu qədər bu kişinin ürəyini qan eləmə. Ürəyinə od salma. Qulaq asmadın. Qulaq asmadın Leyla. O qədər öz işlərini davam elədin ki, bu kişi od götürüb vurdu özünə, abruna, şəxsiyyətinə. Oldu olmalı və olmayan iş. İndi sakit oldun. Yaxamızdan əl çək. Qoy bu abırsızlıqla kifayətlənək. Əlinin və ailəsinin yaxasından əl çək. Əl çək, qurtar. Dərd adamla qaynayıb qarışır. Amma heç nə təhli dərdi olmaz. Dünən kölgəli olan, hörməti, izzəti olan adamın bugün hay-hayı gedib, qol qanadı sınıb, elə bil atdan düşüb çox acıdır. Ancaq əgər bilsən ki, sənin təhliyinə səbəb olan həmin adamdır, görürsən ki, acılıq şirinliyə çatır. Sən heç vaxt ailənin nə olduğunu başa düşməmisən. Sənə ürəyim yanar. Bəlkə də sən haqlısan. Bəlkə də ailən zavodunun malı, mülkü kimi içi boş olsun. Mənim ailəmdən danışan vaxt ehtiyatla danış. Xüsusilə də Leyladan. Qardaşının qızı da bu ailənin üzvüdür. Axır ki bir gün o da tək qalacaq. Bugündən daha tək. Bəlkə də sən haqlısan. Təhlik insanın ən böyük dərdidir. Ancaq daha böyüyü namərdlikdir. Qarının xəzinəsinə də sahib olsan,
Namərd adamın qabağında dayana bilməzsən. Hacı Ali Tehrani, ailəndən müğayət ol. Salam. Salam. Leyla hardadır? Yəqin otağındadır. Niyə kahvaltı yeməyə gəlmədi? Leyla... Leyla xanım... Leyla... 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 Leyla otağında yoktur. Çıkıp gedib. Qayıdacaq. Gedəsi yeri yoxdur. Ondan xəbərim yoxdur. Bir şey olub? Yok kızım, bir şey olmayıb. Mobiline cevap vermir. Dedim belki sizinle olsunca üniversitete gelmiş olsun. Universitetə ki gəlmir. Hələ siz nigaran olma. Çok sağ olun. Hə, yaxşı. Yenə mən soruşub Teşekkür. öyrənərəm. Sağ olun. Allah amanın.
Alo, Şərifə. Xəbər çıxmadı ondan. Yox canım, nə qəbir üstündə idi, nə zavoddadır, nə universitetdə. Elə bilsə olub gedib yerin altına. Elə ki xəbər oldu, mənə zəng elə. Yaxşı. Allah amanında. Mama, Canım, bunu möhkəm basarsan? yaxşı. Əlini götür. Sağ ol. Bir şey değil. Salam xanım Cəfəri, necəsiz? Bəli. Xanım Cəfəri, bizim Leyla müəssisəyə gəlməyib. Yox, elə belə. Bəli, bəli, Allah amanında. Hara gedib axı səhər tezdən. Xanım, neçə saatdır şəhərdə fırlanıram. Hara yedim? Bəli. Deyirəm, axır gedəcəyiniz yer haradır? Biraz səbirli ol Tofiq. Mən nə elədiyimi bilirəm. Bəzi vaxtlar toz torpaq qaldırmaq yerinə ancaq qığırcımı alovlandırmaq kifayətdir. Sənə zəng eləyirəm Tofiq. Hacəlidir. Onu görmək istəmirəm. Məsuddan xəbərim var. Deyirəm olmaya Tofiqin sorağına getmiş olsun. Tofiq, Düzü mənim sizdən xoşum gəlir. Leylanın burada olduğunu hardan bilirdi? Bəlkə Leyla onu deyib. Hər iş görmək istəsən stir görərəm. Hər iş. Gərək evinə qayıtsın. Bilmirəm onunla neynəmisiniz ki, sizi görmək istəmir. Qulağın səsdə olsun. İndiki bütün bu davaların, ixtilafların səbəbkarı mənəm. Sizdən uzaq olmağı tərcih edirəm. ای که عمری در هوایت نشستم زیر بارانها کجایی اگر مجنون اگر لیلا قریبم در بیابانها کجایی کجای این شب تاریک به روی ماه در بستی نمیگویی نمیدانم کجا ماندم کجا هستی من آتش بودم اما تو به خاکستر نشستی اگر شب هست و فردا نیست اگر راهی به رویا نیست چه
کردن خود را مرا در گریه پیدا کن اگر از شکوه لب بستم سکوتم را تماشا کجایی ای که